Hə dostlar, Çində bilyard yerləri var. Gəlib burada rahat bilyard oynamaq üçün və sırf burada maraqlı bir servis var. Monitorda yaxınlaşsam burada standart, yəni şirniyyatdır, içkidir, hər işi burada sifariş edə bilirsin, yeməyə qədər sifariş edə bilirsin, amma ən maraqlı bir şey odur ki, oyunçu xanım sifariş edə bilirsən burada. Burada hər işçinin, xanımın, yəni şəkilləri, məlumatlar və burada dəqiqəlik qiymətlərdir. Məsəl üçün, bu xanı oynamaq istəyirsənsə 1.98 yuan verirsən dəqiqəsinə görə. Burada xeyli oyuncu var da. İstədiyin birinə, məsəl üçün, sən sifariş verirsən, gəlir səndən oynayır. Belə. Eyni zamanda burada siyahı çoxdur burada. Qutarmır siyahı. Belə yemələr də ki, hər şey var da, dondurmaları, içkiləri, siqaret belə sifariş verə bilirsən burada. Sizcə belə bir şey Azərbaycanda olsa necə olar? Rəylərdə yazarsınız. Hələlik.